Verilişimizin qonağı var. Qonağımız ilahiyyatçı, publisist Hacı Rahim İsmailov bizimlə birgədir. Hacı, xoş gəlmisiniz, xoş gördük sizi. Hacı, verilişin əvvəldən də qeyd etdiyim kimi, bu yaxınlarda artıq ölkəmizdə Qurbanlıq bayramı kimi qeyd olunacaq. İnsanlar artıq indidən bu bayramın bizə təqdim olduğu fəzilətlərindən danışır, nə etmək lazım olduqlarından danışır. Amma bəzi insanlar da var ki, əslində qurbanlıq anlayışının nə demək olduğunu anlamır, mahiyyətinə varmır. İstəyərdik elə verilişimizin də adı var ki, biz qurbanı niyə kəsirik? Bu mövzudan başlayaq, zəhmət olmasa. Salamlayıram mən də hər birinizi, bütün xalqımızı, bizi izləyənlərin hər birini və inşallah öndən ki, Qurban bayramımız gəlir. Bütün xalqımızı, bütün müsəlmanları bu gözəl bayram münasibətilə təbrik edirəm. O cümlədən sizləri təbrik edirəm. Allah gedənlərə, getməyənlərə nəsib eləsin ki, Allahın o Kəbə-i Mükərrəməsində, Məkkə-i Mükərrəməsində qismət olsun, həcc ziyarəti nəsib olsun, böyük həcc nəsib olsun. O qurbanları orada kəsək. İnşallah bütün arzu edilənlərə arzum, niyyətim budur. Və sizə təşəkkür edirəm, yenidən mənə dəvət elədiniz. Neçə vaxtı düzdür, gözləyirdim əslində, görürsən, Ceyhun müəllim bir də nə vaxt bizi çağıracaq. Çox şükür ki, dəvət elədiniz, minnətdaram. Allah sizləri qorusun və bütün əməkdaşlarınızı, kollektivinizi Allah qorusun inşallah. Bir niyyət edeyim, buradan arzu edeyim, elə bu Qurban bayramı münasibəti ilə hamımıza bir yerdə Allah bir həcc ziyarəti, növbəti həcc ziyarəti nəsib eləsin inşallah. Biz qurban deyəndə nə düşünürük? Qurban bayramı deyəndə, qurban kəsmək deyəndə nə düşünürük? Və niyə biz qurban kəsirik? Fəlsəfəsi nədir? Sual ki, belə oldu. Ümumiyyətlə, qurban birinci növbədə kimlər qurban kəsməlidir? Onu deyim. Həcc ziyarətinə gedənlər, həcdə 10 zilhəccə ayının 10-una qədər bütün o həcc əməllərini görəndən sonra nəticə olaraq təqsir deyilir və qurban kəsmə deyilir ki, bununla yəni o əməllərə son qoyulur. O da olur zilhəccə ayının 10-u. Bu ümrə ziyarəti üçün yox, ildə ki bir dəfə, yəni zilhəccə ayının 10-u qurban bayramı olur, o günə aiddir ki, təqsir olunur. İnsan, yəni təqsir nə deməkdir? Başının tükünü ilk dəfə gedənlər ümumi saçını qırxmalıdır, amma ikinci, üçüncü dəfə gedənlər elə tükünün bir miqdarını kəssə kifayət edir və sonda nəticə qurban kəsməklə. Qurban nə üçün lazımdır? Nə üçün qurban kəsilməlidir? Allaha onun nə qanı gedir, nə əti gedir. Yalnız biz qurbanı kəsməliyik Allah üçün, Allah rizası üçün qurban kəsib və ehtiyacı olanlar. İndi o növbəti mərhələdə onu deyəcəm, kimlər üçün vacibdir? Deməli, həcc ziyarətinə gedənlər üçün qurban kəsmək vacibdir. Onlar ki, qurban kəsə bilmirlər və yaxud gediblər həccə, amma imkanı yoxdur, pulu yoxdur, qurban kəsə bilmir, o nə edə bilər? O bir gün oruç tutmaqla onun əvəzini çıxa bilər. Amma yerdə qalanlar, yəni bizlər üçün, biz ki, həccə gedə bilmədik, məsələn, bu il, gələn il, məsələn, gedə bilmədik hansısa bir il, bizlər üçün qurban kəsmək vacib deyil. Bizim üçün müstəhəbdir. Amma burada müəyyən haşiyə var. Allah Quran-ı Kərimdə qurban kəsmə haqqında müxtəlif ayələr buyurur. 3 surənin 6 ayəsi.